Xeyli firavan gəlir, seçki gəlir, hamıya meydan gəlir. Bu seçkidə kim daha çox səs toplasa, şəhərin icra başçısı da o olacaq. Hay ver, səslə səs versinlər. Gərək fikirləşəm. Namizədlər imza toplamalıdır. Niyə görə şəhərin rəhbəri bəş kişilər olmalıdır? Asan məsələdir. Mən səni məsləhət gördüm, heç kim bir etiraz eləmədi. Oyun atıblar ortalığa seçkidə. Seçki də boş şeylərdir, hamısı oyundur. Dedim ki, icra başçısı məndən artıq adam olacaq. Mən elə bilirdim ki, o məni görəndən sonra namizədliyin geri götürəcək. Pul təklif eləyək, çəksin də namizədliyin geri. Onlar altdan 100 dənə iş çevirəcəklər. Siz indidən seçkiləri saxtalaşdırırsınız. Mən yuxarılara yazacağım. Mən icra başçısı olanda belə şey olardı. Başlarını oyun açar. Bizim aramızda seçki yaratır. Bura Amerika'da, Avrupa'da, biz hələ ora çatan məriyə. İmza toplama kampaniyası bitti. Seçki insanı düzəldəndir. Bunlar hamısı oyundur dostlar, oyun. Öpürəm. Tıklayın, ekrana kaydını qoy, hamı görsün.